Salam əziz abituriyentlər, dəyərli izləyicilər. Python ilə seriyamıza davam edirik. Bugünkü mövzumuz dəyişənlərin tipi və onların müəyyən edilməsi. İstinad etdiyimiz mənbə Kərim Tahiroğlu və digər mənbələr. Introdan sonra başlayırıq. Deməli, əziz abituriyentlər, dəyişənlərin tipləri haqqında danışmazdan öncə onları müəyyən etmək haqqında danışaq. Pythonda Python proqramlaşdırma dilinin ümumiyyətlə digər proqramlaşdırma dillərindən fərqləndirən əsas özəlliklərdən biri də budur ki, Pythonda dəyişənlərin tipini proqram üçün müəyyən etməyə ehtiyac yoxdur. Biz sadəcə dəyişəni daxil edirik, proqram özü onu müəyyən edir. Yəni tipini zaten bilir, tanıyır, yəni özü müəyyən edir. Amma biz özümüz üçün bu dəyişənin tipindən əmin olmaq üçün onun tipini müəyyən etmək istəyiriksə, type açar ifadəsindən istifadə edə bilərik. Type açar ifadəsindən istifadə edə bilərik. Bu şəkildə yazılır. İndi isə dəyişənlərin tipləri haqqında danışaq. İlk olaraq string tip verilənlərdən danışacağıq. String tip verilənlərə mətin tipləri daxildir, mətinlər daxildir. Yəni bunlara biz mətin tipli verilənlər kimi də baxa bilərik. Misal üçün bir A dəyişəni daxil edirəm və mən bu dəyişənə qiymət mənimsədirəm. Yenə də yazaq. A bərabərdir sahil. İndi bu dəyişənin tipini müəyyən etmək üçün dedik ki, type açar ifadəsindən istifadə edə bilərik. Yazırıq print type A və enter vururuq. Ekrana class string deyə bir ad çıxır. String tip dəyişənlər str olaraq tanınır Pythonda. Yəni string sözündən yaranan bir abreviatura deyə bilərik buna. String tip dəyişənləri biz öncəki dərslərdə bu haqda müəyyən qədər danışmışıq. String tip dəyişənləri dedik ki, dırnaq işarəsi daxilində yazmalıyıq, amma bu dırnaq işarəsi tək dırnaqda ola bilər. Misal üçün, yenə də yazıram A, bu dəfə tək dırnaqla daxil edirəm, sahil, dırnağı bağlayıram və print A desəm, yenə də eyni şəkildə ekrana cavab çıxır. Class string. Yəni, bu şəkildə qiymət mənimsədəndə tək dırnaqla qoşa dırnağın fərqi yoxdur. Amma bəzi hallarda tək dırnaqla qoşa dırnağın fərqi var. Misal üçün, biz dəyişənə cümlə mənimsədirik və bu cümlə daxilində hər hansı bir sözün və yaxud söz birləşməsinin dırnaq işarəsi içində yazılması lazımdır. Bu zaman həmin söz birləşməsini qoşa dırnaq içərisində yazacaqsa, cümlənin özünü məcburuq ki, tək dırnaqla mənimsədək. Misal üçün, yenə A dəyişəninə bir dənə cümlə mənimsədirəm. Deyək ki, tək dırnaqda mənimsədirəm, yazaq Bakı Küləklər şəhəridir. Şəhəri adlanır. İndi burada Küləklər şəhəri dırnaq işarəsi ilə, yəni dırnaq daxilində yazılmalıdır bu söz birləşməsi. Bunu mən dırnaq daxilində yazıramsa və cümlənin özünü tək dırnaqda daxil etmişəmsə, mütləq Küləklər şəhərini qoşa dırnaqda yazmalıyam. Yəni, bu şəkildə. Və bundan sonra print A desəm, gördüyünüz kimi Bakı Küləklər şəhəri adlanır və cümləsi çıxır ekrana və Küləklər şəhəri dırnaq işarəsi daxilində yazılmış olur. Amma mən bunu
qoşa dırnaq cümlənin özünü qoşa dırnaq daxilində mənimsətməyə çalışsan və Küləklər şəhəri söz birləşməsini də yenə qoşa dırnaqda yazsan, gördüyünüz kimi, bax, küləklər şeiri yazmışam, şəhəri o. Bunu da qoşa dırnaqda yazaq. Adlanır. Və enter vursam, gördüyünüz kimi sintaksis error verir. Yəni, bu hallarda qoşa dırnaqla tək dırnağın fərqi var. Əgər cümlənin özünü tək dırnaqda daxil etmişiksə, məcburuq ki, cümlə daxilində olan həmin o ifadəni qoşa dırnaqda yazaq. Yox, cümlənin özünü qoşa dırnaqda yazırıqsa, bu şəkildə, o zaman cümlə daxilindəki həmin ifadəni tək dırnaqda daxil etməliyik. Və print A. Gördüyünüz kimi nəticə ekrana çıxdı. Bakı Küləklər şəhəri adlanır və normal şəkildə dırnaq, biz bunu tək dırnaqda yazmışdıq, tək dırnaqda da ekrana çıxdı. Yəni, bir daha vurğulayıram, bir daha təkrar edirəm. String tip verilənləri həm qoşa dırnaq, həm də tək dırnaq daxilində yaza bilərik, amma belə hal olanda mütləq diqqət eləməliyik. Növbəti tip dəyişənlər ədəd tipli dəyişənlərdir və bunların 3 növü var. Integer, int olaraq yazılır, float və kompleks. Riyaziyyatdan bildiyimiz kompleks ədədlər. İndi bir dəyişən daxil edirəm yenə A. Integer, ilk öncə məlumat verək. Integer tip dəyişənlərə bütün mənfi, müsbət tam ədədlər və 0 daxildir. Yəni, tam ədədlər daxildir integer tipə. A bərabərdə 0 yazıram. Print A, print type A, class integer. Gördüyünüz kimi integer sinifinə, integer tipinə daxildir. Mən tam ədədləri və sıfırın integer tipinə aid olduğunu dedim, amma tam ədədləri biz belə də yaza bilərik. Məsələn, A dəyişəninə 5 mənimsətsək, print type A desək, təbii ki, class integer çıxacaq, amma A dəyişəninə mən 5 ədədini bu cür mənimsətsəm 5.0, bu zaman print type A yazıb ekrana versəm, class float göstərir. Yəni, float tipinə artıq aid oldu bu ədəd. Float həqiqi ədədlər çoxluğu deməkdir. Həqiqi ədədlər çoxluğuna aid olan bütün ədədlər float tipindədir. Yəni, tam və kəsr hissəsi olan ədədlərdir. Həmçinin bu, məsələn, pi kimi ədədlər, bunlar da float tiplərdir. Misal üçün, yəni riyazi ifadə daxil edəndə bu import eləməliyik bu modulu, mass modulunu. Bundan sonra B dəyişənini daxil edirəm. Mass pi deyirəm. Riyaziyyatdan bildiyimiz pi ədədidir bu. 3,114 olan qiyməti, təxmini 3,114 olan. Bu zaman print type B desəm, class float olaraq ekrana nəticə çıxaracaq. Gördüyünüz kimi. Artıq float tiplərlə də tanış olduq. Növbəti tip dəyişənlər kompleks dəyişənlərdir. Bu bizim riyaziyyatdan bildiyimiz kompleks ədədlərdir. Sadəcə riyaziyyatda onu i olaraq adlandırırlar, onun xəyali hissəsindəki ədədi burada j olaraq tanınır. Deyək ki, a bərabərdir 3 plus 2 j şəklində bir
J kiçik yazılmalıdır. Şəklində bir qiymət mənimsədirəm A-ya. Bu zaman print type A desəm class complex. Yəni artıq bu ədəd kompleks ədəd olduğunu bizə göstərir. Ədəd tipli dəyişənlər də bu qədər. Növbəti tip dəyişənlər sequence, yəni ardıcıllıqlar gedir. Və bunların da 3 növü var. Siyahılar, yəni list tipli dəyişənlər, tuple və range tipli dəyişənlər. Siyahılar list adlanır və kvadrat mötərizə daxilində daxil edilir bunların tərkibi. Deyək ki, yenə bir A dəyişəni daxil edirəm. Kvadrat mötərizə açıram. Bura birinci element olaraq sahil yazıram. Növbəti element olaraq 15 yazıram. Növbəti element olaraq adil yazıram. Növbəti element olaraq -3 yazıram. -3 tam hətta onda 5 də yaza bilərəm. Bu şəkildə. Print type A desəm, ekrana class list olaraq bir cavab çıxır. Yəni list, yəni siyahı tipinə aiddir. List adından da göründüyü kimi siyahı deməkdir. Və siyahılar haqqında bir şey vurğulayım ki, siyahıların tərkibini sonradan müəyyən komanda və açar sözlərlə dəyişmək mümkündür. Yəni, bu tərkibi dəyişmək mümkündür. Amma indi danışacağım tip tuple tipli. Bunlar tuple adlar da deyə bilərik və ya kortejlər də deyə bilərik. Bunların tərkibini dəyişmək mümkün deyil. Bir dəyişən daxil edək, deyək ki, B adında və buna tuple tipləri adi mötərizə daxilində yazılır və siyahılara oxşardır bunlar da. Sadəcə fərqi odur ki, bunların tərkibi dəyişmək mümkün deyil. Mən bu dəyişənlərin tipləri haqqında burada yüngülvari bir PDF də hazırlamışam. Və burada da onları qeyd etmişəm. List və tuple tipli verilənlərin əsas fərqi bundan ibarətdir ki, listin tərkibi müxtəlif komanda və açar sözlərlə dəyişmək mümkündür. Tuple tipli verilənlərin tərkibini isə dəyişmək mümkün deyil. Yəni bu PDF-i də istəyən olsa sonradan məndən əlaqə yarada bilər. Sonra deməli bir tuple yaradaq. Deyək ki, eyni formada elə yazıram buraya yenə sahil 15 və print type B desəm class tuple olaraq ekrana nəticə çıxarır. Range tipli dəyişənlər də var. O da bunlara aiddir. Sequence tiplərə aiddir. Deyək ki, A bərabərdir range 3 yazıram və print type A və class range. Bu aralıq tipdir. Bunlar haqqında geniş danışacağıq irəliləyən dərslərdə. Növbəti tip dəyişənlər xəritələmə, mapping deyilir. Xəritələmə bunlara dictionary, yəni lüğət tipli dəyişənlər daxildir. Bunlardan da çox önəmli dəyişən tiplərdir və bunlardan geniş istifadə oluna bilər. Müəyyən müəssisədə işçilər haqqında məlumat bazası yaratmaq olar. Hər hansı bir müəssisədə. Misal üçün, işçilərin siyahısı və onların əmək haqqı haqqında bir baza yaratmaq istəyir, məlumat bazası. Deyək ki, yazıram maaş və yaxud da yazıram işçilər, bunu çevirək Azərbaycan dilinə. İşçilər maaş adında bir dəyişən daxil edirəm, bərabərdir. Mapping tip dəyişənlər dictionary deyək də, bunlara dictionary dəyişənlər, yəni lüğət tipli dəyişənlər deyilir. Bunların qiyməti fiqurlu mötərizə ilə
Yəni bax bu mötərizə ilə daxil edilir. İndi müəyyən adlar daxil edək. Misal üçün deyirlər Quliyev sahil qoşa nöqtə deyək ki maaş olsun 1000 manat. Məmmədov Şəhriyar maaş olsun 1200 manat. Bir dənə də ad daxil edək. Aslanov Vahid maaş olsun 1100 manat. İşçilər maaş Quliyev sahil 1000 manat, Məmmədov Şəhriyar 1200 manat, Aslanov Vahid 1100 manat deyək ki. Print maaş ekrana təbii ki bu belə bir siyahı çıxardır. Quliyev sahil 1000 manat bu şəkildə. İndi mən deyək ki bu siyahı böyüdür. Deyək ki burada 100 dənə işçinin adı və qarşısındakı əmək haqqısı göstərilib. Bu 100 işçinin arasından misal üçün Məmmədov Şəhriyarın nə qədər maaş aldığını öyrənmək istəyirəm. Bu zaman nə edirəm? Yazıram print. Deməli, dəyişənin adı işçilər maaşdır. Dəyişənin adını daxil edirəm. İşçilər maaş. Bundan sonra kvadrat mötərizə. Məmmədov Şəhriyar. Mötərizəni bağlayaq. Printin də mötərizəsini bağlayaq. Ekrana gördüyünüz kimi 1200 çıxır. Yəni, belə bir baza yaratmaq olar. İşçilər və onların əmək haqqlarının qeyd olunduğu belə məlumatlar bazası. Və bu məlumatların içərisindən istənilən vaxt, istənilən işçinin əmək haqqının nə qədər olduğunu bu şəkildə öyrənə bilərik. Və print type işçilər maaş desəm, ekrana class dictionary çıxacaq. Yəni bunlar xəritələmə tip verilənlərdir. Bundan başqa məntiqi tip verilənlər var. Bunlara bool tipli verilənlər də deyilir. Əgər A bərabərdir false, B bərabərdir, onu B hərfinə yazaq. Kimi məntiqi qiymətlər false və true kimi məntiqi qiymətlər alırsa bunlar, print type A desəm, ekrana bool olaraq çıxır. Boolean sözündən götürülüb. Yəni, məntiqi tip dəyişənlər kimi tanınır bunlar. Həmçinin print type B də desəm, yenə də eyni tip çıxacaq. Dəyişənlərin tipləri haqqında düşünürəm ki, bu qədər yetərlidir. Digər tiplər də var. Set, frozen set, frozen set kimi dəyişənlər var. Binary tipli dəyişənlər var. Bunlara byte, byte array, memory view kimi tiplər daxildir. İlk mərhələdə bunlar bizə çox da lazım deyil, amma haqlarında danışacağıq. Xüsusən set və frozen set dəyişənlər haqqında irəliləyən dərslərimizdə inşallah danışacağıq. Sağ olun, növbəti dərslərdə görüşənədək.